Salam uşaqlar, bugün 12 apreldə keçən deməli 9-cu sinif üçün buraxılış imtahanı suallarıdır. Gəlin baxaq. Deməli 5-ci sualdan başlayıram çünki dinləmə yoxdur. Tak, 5-ci sualda nə yazılıbdı? Gəlin baxaq. Biraz böyüdüm, sizə də görünsün. Так, deməli, burada yazılıb. Кафе İçəri şəhər открывается в субботу в 19:00 часов. Deyir ki, İçəri şəhər kafesi şənbə günü saat 19:00-da açılır, yəni axşam. Посетители смогут ознакомиться с новым меню, в котором они найдут широкий выбор блюд. Deməli, ziyarətçilər, yəni qonaqlar yeni menü ilə tanış ola biləcəklər. Ondan sonra одни из лучших поваров города приготовят для вас блюда азərbaycanской европейской кухни. Yəni şəhərin ən yaxşı aşpazlarından bəziləri sizin üçün belə deyək də Azərbaycan və Avropa mətbəxinin təamlarını hazırlayacaqlar. Deməli, burada uyğun olan qısa mətn verilib və uyğun olanları seç və düzgün variant hansıdır? Gəlin baxaq. В кафе готовят только национальные блюда. Xeyr, европейская da var burada. Milli deyil, milli də var, həm də deməli Avropa mətbəxi də var. Ona görə də уже A düzgün deyil. Все повара города будут в кафе. Yox, bəziləri. Кафе снова меню откроется для посетителей днем. Günüz açılacaq. Yox, biz bilirik ki, axşam 19:00-da. Лучшие повара города знакомят посетителей с новым меню. Bu da uşaqlar uyğun deyil. Və в конце недели вечером желающие смогут посетить кафе İçəri şəhər. Yəni burada niyə Y variantı deyir ki, həftə sonu axşam vaxtı istəyənlər İçəri şəhər kafesinə baş çəkə bilərlər. Yəni burada deyir ki, həmi şənbə günü həftə sonudur və 19:00-da bu уже axşam deməkdir. Dəlşim. Tak, deməli 5-də biz Y seçdik. Ondan sonra 6-da gəlin baxaq. Так, 6-da. Уважаемые студенты, 3 сентября 12:00 в актовом зале института состоится встреча с известными азербайджанскими поэтами. Приглашаем студентов филологического факультета на эту встречу. Deməli 3 sentyabr saat 12:00-da institutun akt zalında tanınmış Azərbaycan şairləri ilə görüş keçiriləcək. Filologiya fakültəsinin tələbələri bu görüşə dəvət edirik. Və düzgün variant burada hansıdır? Gəlin baxaq. Deməli, студенты филологического факультета встретятся с поэтами в конце сентября. Niyə в конце? Əvvəlində 3 sentyabr. Встреча с поэтами состоится после обеда. Deməli, burada 12-də. Yox, не после обеда. Bu günortadan sonra deyə yazıb. На встречу с известными поэтами приглашены студенты всех факультетов deyir burada. Hamısı yox, filologiya fakültəsinin. Tak, bunlar уже düz deyil. Ondan sonra встреча студентов с азербайджанскими поэтами пройдет в институте. Bəli, bax bunu götürə bilərik düz variant kimi. В конце весны, в конце. Burada da deyir ki, yazın sonunda. Пройдет встреча, нет. Уже D variant. 6-da deməli biz D variantı seçdik. 7-də gəlin baxaq. Так, уважаемые учащиеся, завтра после уроков в 15:00 состоится презентация экологического проекта учащихся 11 класса. Мероприятие будет проходить в актовом зале школы. Присутствовать могут только учащиеся 7-11 классов. Deməli, deyir ki, sabah dərslərdən sonra saat 15:00-da 11-ci sinif şagirdlərinin ekoloji layihəsinin təqdimatı olacaq. Tədbir məktəbin akt zalında keçiriləcək. İştirak edə bilərlər yalnız 7-ci və 11-ci sinifə qədər şagirdlər də belə deyir. Və gəlin baxaq. Завтра учащиеся 7 класса проведут презентацию проекта. Завтра проведут. Biz burada bilirik ki, ne 7-ci sinif, A 11-ci sinif olacaq da. Onlar layihəni keçirdirlər. Дальше, B variantında. Послезавтра состоится презентация проекта. Niyə? Послезавтра, завтра olacaq.
Ona göre de bu da düz değil. Buradan. Презентация проекта будет проводиться в первой половине дня. Первая половина dня, yəni səhərdə belə deyə 12-yə qədər. Amma biz bilirik ki, saat 3-dədir. Düzdürmü? Ona göre de bu da getdi. Ученики начальных классов не могут присутствовать на презентации. Yəni ibtidai sinif şagirdlər təqdimatda iştirak edə bilməzlər. Düzdürmü? Bəli, düzdür. Çünki burada yazıb ki, yalnız 17 deyirəm. 7-ci, 8, 9, 10, 11-ci siniflər ancaq. Ona görə də biz D variantı burada götürə bilərik. 7-də D. Tak, davam edək. Tak, davam edək. İndi burada mətndir uşaqlar. Mətni mən oxuyum. Biləsiniz ki, söhbət burada nədən gedir? Çünki suallar hamısı ona bağlıdır deyə ona görə. Так, 1 июня отмечается Международный день защиты детей. 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü kimi qeyd olunur. Он является одним из самых значимых международных праздников. Bu ən mühüm beynəlxalq bayramlardan biridir. Решение о его проведении было принято в 1925 году на Всемирной konferensiya в Женеве. Deməli, onun keçirilməsi haqqında qərar 52-ci ildə Cenevrədə keçirilən Ümumdünya konferansında qəbul edilmişdir. Ondan sonra эта конференция была посвящена вопросам благополучия детей. Bu konferans uşaqların belə deyək də rifahi məsələlərinə həsr olunmuşdur da belə deyək. Ondan sonra, в 1950 году, 1 июня, был проведен первый Международный день защиты детей, после чего праздник отмечается ежегодно во многих странах. Deməli, 50-ci iyun 1-də isə uşaqların beynəlxalq müdafiəsi günü keçirildi. Bundan sonra bayram hər il bir çox ölkədə qeyd olunur. В этот день устраиваются различные развлекательные мероприятия для детей. Bu gün də uşaqlar üçün müxtəlif əyləncəli tədbirlər təşkil edilir. Дальше. Главным символом праздника является флаг зеленого цвета. Bayramın əsas rəmzi yaşıl rəngli bayraqdır. На нем изображена наша планета. Onun üzərində planetimiz təsvir olunubdur. На зеленом фоне размещено 5 разноцветных детских фигурок. Красная, желтая, синяя, белая и черная. Deməli, yaşıl fonun üzərində 5 müxtəlif rəngli uşaq fiquru yerləşdirilib. Qırmızı, sarı, mavi, ağ və qara. Ondan sonra дети разных национальностей протягивают друг другу руки. Və müxtəlif millətlərdən olan uşaqlar bir-birinə əl uzadırlar. Они символизируют единство, дружбу и мир. Onlar birliyi, dostluğu və sülhü simvolizə edirlər. Дальше. Знак Земли, изображенный в центре флага, это символ нашего общего дома. Və deyir ki, bayrağın mərkəzində təsvir olunan yer kürəsi işarəsi, belə deyək də, bizim ümumi evimiz rəmzidir. Дальше. Главная цель Дня защиты детей – привлечь внимание общественности и простых людей к детским проблемам. Uşaqların müdafiəsi gününün əsas məqsədi nədir? İctimaiyyətin və sadə insanların diqqətini uşaq problemlərinə cəlb etməkdir. Дальше. Эта идея напрямую присутствует в названии праздника. Bu, belə deyək də, bu ideya birbaşa bayramın adında öz əksini tapıbdır. Организация Объединенных Наций объявила защиту прав жизни и здоровья детей одним из главных направлений своей деятельности. Bu deməli belə deyək də, Birləşmiş Millətlər Təşkilatı BMT uşaqların hüquqlarını, həyatını və sağlamlığını qorunması öz fəaliyyətinin əsas istiqamətlərindən biri elan edibdir. Дальше. Так. Генеральной Ассамблеей ООН в 1959 году был принят документ, в котором отражены права детей. Və deyir ki, BMT-nin Baş Assambleyası tərəfindən 59-cu ildə uşaq hüquqlarının əks olunduğu sənəd qəbul edilmişdir. Tak, indi bizim 8-ci deməli, 8-də gəlin baxaq. 8. Дополните предложение информации из текста. Deməli, mətnə görə biz deməli
yazmalıyıq onu. Детские figurki na flaге, deməli, uşaqların təsvirləri, belə deyək də, figurlar nəyi təsvir edir deyə. Əlbəttə ki, sülh və dostluq deməkdir, düzdürmü? Deməli, biz onda Y variantı seçirik burada. Дальше. 9'da, исходя из текста, определите правильный ответ на вопрос. Чему была посвящена Всемирная конференция в Женеве? Cenevre'de konferansı nə haqqında idi? Əlbəttə ki, uşaqların rifai məsələlərinə. Düzdürmü? Ona görə də biz burada, deməli, вопросами благополучия детей. Yəni, mətndə var uşaqlar. Дальше, 10-cu sualımız. Определите основную мысль. Əsas ideya, söhbət nədən gedir burada? Və əlbəttə ki, burada uşaqların müdafiəsi günü ən əlamətdar bayramlarından biridir deyə biz əlbəttə ki, burada C variantını seçirik. День защиты детей – один из значимых международных праздников. Какое утверждение не соответствует содержанию текста? Yəni, hansı fikir mətnə uyğun deyil? Əlbəttə ki, каждый год во всех странах мира празднуют День защиты детей. Bir çox ölkələrdə yox, burada bir çox ölkələrdə deyilir, amma orada bütün yox, yəni də belə deyək də. Çünki orada mətndə yazıb ki, bir çox ölkələrdə. Amma burada bütündə, yəni burada. Tak, во всех deyə yazılıbdır. Ona görə уже bunu mətnə uyğun deyil. Так, дальше 12'də. 12'də. Определите верные утверждения. Так, определите верные утверждения. 12'də düzgün olanlar, mətnə uyğun olanları seçməliyik uşaqlar. Так, deməli, в 1950 году был принят документ о правах детей. 50-ci ildə deyir. Так, сейчас мы посмотрим. Так, 50-ci ildə. Yox, burada yazılıb ki, так, был принят документ о правах детей в 1959. Deməli, 50-ci, birinci getdi, lazım deyil. Символ земли размещен в центре флага. Bəli, burada символ, так, символ в центре флага. В центре флага, правильно, 2. Так, 2. В День защиты детей устраиваются для них различные мероприятия. Так, bəli, различные мероприятия. 3. Так, первый Международный день защиты детей был проведен 1 июня 1925 года. Amma burada yazılıb ki, 50-ci ildə был проведен первый. Так, deməli, bu da düz deyil. Решение проведения для защиты детей было принято во Всемирной конференции. Bəli, во Всемирной конференции deyiriksə, onda deməli 5-də 2, 3 və 5 oldu. 2, 3 və 5. Так, дальше. 13-cü sual. Со словом «решиться» не употребляется. Məsələn, burada hansı deyir söz işlənmir? Sразу решиться. Nəsə belə deyək də, biz necə deyim sizə, решиться сразу. Например, мы можем сказать, да, решиться сразу. На что-то решиться. Тогда biz götürə bilərik. Sразу решиться olar. Hansı не употребляется deyə yazırsa, однажды решиться на что-то, да? Так. Sonra вдруг решиться, неожиданно решиться deyə bilərik. Amma biz решиться всегда deyə bilmərik. Bax, D variantı burada onda. В каком ряду в обоих словах пишется буква О? Так, burada если мы напишем трава, вода. Так, трава, вода. Sonra нога. Burada A olacaq. Сторона и гора. İkisində O yazırıq. Çünki burada valna,
Burada старик, гроза и страна yazılır. E variantı 14'te E. 15'te в каком слове буква Ю обозначает два звука? Опять-таки юрист. Б варианты. Выберите правильный ответ. Мы прочитали на уроке легенду о чем? Предложенный падеж. О башне, о девичьей башне. Д варианты. Дальше 17'de. Так, 17'de. Так, ага. Этот составить текст надо. Давайте составим текst. Ardıcılığı necə olacaq? Сейчас посмотрим. Космический корабль «Восток» полетел в космос 12 апреля 1961 года. Düzdürmü? Deməli, gəmi uçdu. Deməli, 12 апреля 61 ildə. Ondan sonra этот полет вызвал большой интерес во всем мире. Так. Bu uçuş maraq yarattı. На борту этого корабля был Юрий Гагарин. Фердеда Гагарин idi. Именно он является первым космонавтом. Deməli, o ilk kosmonavtdır. Deməli, onda bizdə 4, 1, 3, 2. Onda A variantı uyğundur da bizdə. Onda A variantı olacaq bizdə. Düz variant. Дальше. Так, 18. Составьте предложение. Она пошла в магазин. Deməli, olacaq 18'də 4, 1, 3, 2'dirsə, onda bizdə C-dir də. 4, 1, 3, 2. Düzdür. Так, 19'da выберите правильный ответ. Deyirik ki, зоопаркта demək istəyiriksə, biz deyirik ki, в зоопарке мы подошли к чему? Qəfəsə, də deyirik ki, к клетке с тигром. Pələng olan qəfəsə. S тигром. Deməli, bizdə onda E variantıdır. Дальше, 20'da. В каком предложении можно употребить слово «что»? Что deyirik? Врач посоветовал мне, что я занимался спортом. Xeyr, чтобы deyə biz yaza bilərik. Студентам поручили, что они подготовили доклад. Чтобы они подготовили доклад. Мы должны бороться за то, чтобы на земле был mir. Здесь burada da gəlməz. Я надеюсь, что мы успешно сдадим экзамен. Yəni, burada bağlayıcını что deyə işlədə bilə qalanlarında чтобы. Və burada da ümid edirəm ki, biz uğurla imtahanı verəcəyik deyə biz D variantını burada seçirik. 20'də biz D seçirik. Дальше. Так. Və Так. Хорошо. Burada укажите антонимы 21'də. Антоним легкий və тяжелый, правильно. Дальше 22. Синоним слова защита. Qoruma ya da onun yaxın mənalı söz оборонаdır. B variantıdır. 23'də укажите слова с положительным значением. Müsbət mənada verilən. Дружить, радоваться. A variantıdır. 24. Укажите неверный ответ. Burada hardasa səhv var. Дорогая брошь. C variantı. Çünkü брошь уже burada женский родdur. Ona göre bu olacaq A-ya. Дорогая брошь. И 25. Продолжите логический ряд. Футбол, basketbol, voleybol və tennis. 1 və 4. Voleybol və tennis olacaq. Все uşaqlar, 26'da da mən şərh bölməsində yazaram onu. Şəkillərə görə esseni. Sağ olun, uğurlar.